Allah Teala Kur'an-ı Kerim'de buyurur. Ve enzelna ileyke zikr. Biz sana zikri nazil ettik. Litubeyyine linnâsi mâ nuzzile ileyhim. Onlara nazil olanı izah eləyəsən. Allah Teala deyir ki, biz sana zikr nazil ettik. Bir şey nazil olub. Sana zikr nazil etdik ki, sana nazil olanı izah eləyəsən. İki dənə şey nazil olub. Allah deyir, iki dənə şey nazil etdik. Biz sana zikri nazil etdik ki, sana nazil olanı beyan eləyəsən. Allah Resuluna nazil olan deyir, Kur'an. Deyir, biz sana zikri nazil etdik ki, sen nazil olanı beyan eləyəsən. Aydındır? Bir nazil olan Kur'an'dır. O birisi ise sünnedir ve hikmettir. Hansı ki Peygamber sallallahu aleyhi ve sellem eləyib. Allah Teala Kur'an-ı Kerim'de buyurur. Allah Teala buyurur ki: "Ve izâ qara'nâhu fettebi' Kur'âne." Eğer Kur'an'ı sana okuduğumuz zaman, yani Cebrail sana okuduğu zaman, sen Kur'an'a kulak as. Thumme inne aleyna beyane. Beyanını sonra eləyəcəyik. Deməli, Kur'an'ın tilaveti başka bir şeydir. Onun beyanı bir başka bir şeydir. Ve la tuharrik bihi lisaneke li te'cele bih. Dilini tələsdirib o Kur'an'ı okuma. Allah Resulü sallallahu aleyhi ve sellem Cebrail okuyanda unutmaq qorxusuyla tez deyirdi ki, yadında qalsın. Allah dedi ki, dilini tərpədib tələsmə. Biz sənin qəlbində onu cəm eləyəcəyik. Onun beyanı da bize ait. Thumme inne aleyna beyane. Sonra ve thumme sözü sonra, yani hadiseden sonraki meseleden danışır. Yani ayə nazil oldu, beyanını getdi Peygamber eləməyə. Harda? Necə elədi? Aydındır. Ona göre Kur'an-ı Kerim'in Peygamber sallallahu aleyhi ve selleme bir kitap kimi nazil olması ve Peygamber sallallahu aleyhi ve sellemin mücerret bunu okuyup hiçbir beyan eləməməsi, bu Peygamber sallallahu aleyhi ve sellemin sanki bir maket kimi təsvir eləməkdir. Yani heç nə. Sadəcə nazil olub, o da gəlib danışıb gedib. Mənalarını deməyib. Mənaları qalıb kimlərəsə. Bəyan eləməyib mənasını. Kimlərəsə qalıb. Allah deyir ki, وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ. Biz sənə zikri nazil etdik ki, لِتُبَيِّنَ Bəyan eləyəsən. Bəyan yəni izah deməkdir, qardaşlar. İzah eləyəsən. مَا نُزِّلَ اِلَيْهِمْ. Nə onların üzərə nazil olub, sən onları bəyan eləyəsən.